Xaricdə təhsil alan Azərbaycanlıların sayı az deyil, hər ildə artır. Ancaq təhsil müddətini bitirdikdən sonra bəzi məzunlar diplomlarının Azərbaycanda tanınmaması problemi ilə üzrə qalırlar. Ümumiyyətlə, xarici diplomların tanınması hansı qaydaların həyata keçirilir? Hansılar tanınmır? Xaricdə təhsil alan minlərlə Azərbaycanlı üçün ən vacib məsələlərdən biri diplomun tanınmasıdır. Bəs hansı hallarda xarici diplomlar tanınmır və məzunlar hansı çətinliklərlə üzləşirlər? Mütəxəssislərin sözlərinə görə xarici diplomların tanınması zamanı bir sıra meyarlar nəzərə alınır ki, bunlara da təhsil alınan universitetin statusu, proqramın məzmunu və tədris forması daxildir. Ən çox deməli onlayn təhsil alanlar, hansı ki onların bugün çoxunun işi məhkəmələrdədir. İkinci qiyabi təhsil alanlar ki, hansı ki onlar da bəri başdan müəyyən olunur ki, ya sərhəd keçməyiblər, ya da ki deməli təhsil aldığı müddəti orada az olublar. Bütün hallarda bu kimi neqativləri araşdırandan sonra onlara imtinalar gəlir. Abituriyentlər arasında oğlanlar bu təliyə çox düşürlər. Hərbi xidmətdən möhlət hüququ almaq üçün. Vətəndaşlarımız müvafiq məlumatla tanış olmaq üçün eniknarik.net keçidindən istifadə edə bilərlər və yaxud agentlik tərəfindən bizə edilən müraciətlər əsasında vətəndaşlara dəstək məqsədi ilə 2 önəmli siyahı dərc edilmişdir. O siyahılardan biri tanınmayan universitetlərin siyahısıdır, digəri isə ən çox imtina alan universitetlərin siyahısıdır. Vətəndaşlarımız həmin siyahı ilə tanış olaraq öz seçimlərini edə bilərlər. Vətəndaşlara bu mövzunun həm də onlar üçün hüquqi məsuliyyət daşıması kontekstindən onlara bir daha bu mənada xəbərdarlıq edirik və diqqətli olmalarını tövsiyə edirik. Ekspertlər xaricdə təhsil almaq istəyən gənclərə universitet seçimi zamanı diqqətli olmağı, qəbul və təhsil prosesi ilə bağlı bütün məlumatları əvvəlcədən araşdırmağı tövsiyə edirlər.